Müasir kosmologiya kainatın başlanğıcını böyük partlayış nəzəriyyəsi ilə izah edir. Kainat sıx və isti olub. Zaman keçdikcə genişlənərək galaktika və ulduzlar formalaşdırıb. Qurandakı bəzi ayələr, Zariyat 47 və Ənbiya 30 bu prosesi dini dillə təsvir edir. Göyləri haqqı ilə ucaltdıq və həqiqətən də onları genişləndiririk. Bu ayədə kainatın dinamik və genişlənən quruluşa malik olduğunu göstərir. Astronomik müşahidələrdə də galaktikaların bir-birindən uzaqlaşdığını göstərərək bunu təsdiqləyir. Göyləri və yeri birləşdirdik və sonra onları ayırdıq. Ayədə kainatın vahid struktur olduğunu, sonradan ayrıldığını bildirir. Elmi baxımdan da bu, böyük partlayış və kosmik inflasiya ilə uyğun gəlir. Hər iki ayədə kainatın yaradılışı, genişlənməsi və həyatın mənşəyi barədə Qurandakı təsvirlərlə müasir elm arasında maraqlı paralellər təşkil etdiyini göstərir.